Salam, hər vaxtınız xeyir olsun əziz Dalğa FM dinləyiciləri. 92.5 FM-də yayımlanan Biznes İnciləri verilişi ilə yenidən gəldik görüşünüzə. Verilişimiz daima uğurlu, nüfuzlu və öz sahəsində, peşəsində nailiyyətlər qazanıb, cəmiyyətə gözəl nümunə olan xanımların təbliğatı ilə məşğuldur. Bugünkü qonağımız isə sağlam həyat tərzini həyat missiyasına çevirən, minlərlə insana motivasiya verən, fitness və qidalanma sahəsində peşəkar coach olan dəyərli bir xanımdır. Bugün onunla birlikdə həm sağlam bədən, həm də güclü iradə haqqında danışacağıq. Beləliklə, Biznes İncilərinin bugünkü qonağı fitness məşqçisi, nutrisioloq Vəfa Şeydayevadır. Xoş gəlmisiniz Vəfa xanım. Xoş gördük Gülər xanım. Çox sağ olun, təşəkkür edirəm. Dəvətiniz üçün çox xoş oldu. Mənim üçün də bu verilişdə iştirak etmək. Bir çox xanıma motivasiyadan əlavə mənə gəlir ki, belə verilişlərə də ehtiyac var. Çünki belə deyək, cəmiyyətdə böyük rol olan bu tip verilişlər insanlara düzgün yön göstərirlər. Ona görə də şad oldum mən də ki, iştirak edəcəm bugün bu söhbətdə. Biz sizə təşəkkür edirik ki, dəyərli zamanınızı bizə ayırmısınız. Biz sizi sosial şəbəkədən Vafi Fit kimi də tanıyırıq və Instagram hesabınızda adınız belədir və yetərincə məşhursunuz və sevilirsiniz və fərqli kontentiniz var və bir müddət öncə də dəyişildi sizdə ümumiyyətlə kontent. Bunu sizi izləyənlər, bunu sizin izləyiciləriniz və mən də onlardan biriyəm ki, mən bunu hiss etdim sizdə. Nə xoş ki, siz bununla belə yenə də dayanıqlı olmağı bacardınız. Amma biz istəyərik ki, Vəfa xanımı bizi dinləyən dinləyicilər də daha yaxından tanısınlar. Buyurun özünüzü bizə və mən bilirəm, bizi dinləyənlərə özünüzü təqdim edin. Tamam. Vəfa Şeydayeva, 33 yaşım var. Bir qızım var. Bu sahəyə 10 ildən daha çox əslində müddətdir. Belə deyək, 2-ci kursda oxuyurdum universitetdə olanda. İlk öncə özümdə olan dəyişikliklərdən sonra belə deyək başladım. Çəki almışdım. Normaldan. Çox üzr istəyirəm, sözünüzü kəsəcəm. Harda oxuyurdunuz? Hansı fakültə idi? İqtisad Universitetində oxuyurdum. Aha. Biraz uzun fakültetin adı çox uzundur. Desəm, belə deyək də standartizasiya sertifikasiya üzrə patent üzrə oxuyurdum. Tamam, hal-hazırda oxuduğum sahə üzrə tamam fərqli bir şeydir. Elə oldu ki, çəki aldığım bir müddət oldu. Belə deyək, yəqin ki, çox məni burada universitetdə oxuyan qızlar başa düşəcəklər. Fast food yeməklərindən sonra belə deyək. Sağlam olmayan qidalardan. Belə deyək də, qrup yoldaşlarımızla çıxırdıq, daimi nəsə yeyirdik və s. Bir də gördüm ki, çəki almışam və bilməm, hansısa anda istədim ki, özümlə məşğul olum. Belə maraqlanırdım, oradan, buradan, internetdən. Hələ fitnessin yeni belə deyək, Azərbaycanda daha belə trend olan vaxtları idi. Hər kəs özü ilə məşğul olmağa başlayırdı. Başladım özümdən, zala yazıldım, qidalanma tərzimi dəyişdim. Düz o müddətdə, bu günə qədər çox səhvlərim olub. Bu neçə il ərzində o səhvlərin üzərində öyrənmişəm və hal-hazırda da qadınlara da, əsas mənim məzmunum odur ki, mən illərimi bir şeyə sərf etmişəm və bunu öyrənmək üçün həm belə deyək də praktika olsun, əlavə biliklər olsun, təhsil olsun, amma istəyirəm ki, qadınlar bunu çox tez bir zamanda öyrənsinlər, başa düşsünlər və praktikada yerinə yetirsinlər. Çünki həqiqətən bu elə bir şeydir ki, o qədər informasiya çoxluğu var ki, o qədər diyet növləri, məşq növləri və s. qadınlar özlərini itirirlər. Bu həm maddi cəhətdən, həm mənəvi cəhətdən yaxşı bir yerə gətirir, çıxartmır, vaxt itkisidir. Mənim məqsədim ondadır ki, daha çox qadın az bir müddətdə istədiyi nəticəyə nail olsun və bu sağlam üsulla olsun, sağlam yolla. Nə qədər müddətdən sonra özünüzdə o dəyişikliyi hiss etdiniz və nədən başladınız ən əsası? Dəyişikliyi nə barədə? Vizual cəhətdən, formanızda, həyat tərzinizdə. İlk vaxtlarda çox çəki vermişdim. Çünki istədiyim şey arıqlamaq idi. Amma əzələ kütləsi barədə bir məlumatım yox idi. Sadəcə olaraq kəskin defisitlə arıqlamağa çalışırdım ki, dediyim kimi bu mənim səhvlərimdən biri idi. Çox az yağ faizinə gəlib çatmışdı bədənim. Bu da hormonal dəyişiklikləri gətirdi, çıxartdı məndə. Ona görə də hal-hazırda da qadınlara həmişə deyirəm ki, qısa yollara əl atmayın. Tez nəticə verən yollara əl atmayın. Çünki bu həqiqətən sağlamlıqda böyük bir problemlərə gətirib çıxarda bilər. Belə yavaş-yavaş başa düşdüm ki, bədən təkcə arıq olmalı deyil, həm də sağlam olmalıdır. Yetəri qədər əzələ kütləsi olmalıdır. Qadın üçün də xüsusi olaraq yetəri qədər yağ faizi çox önəmlidir bədəndə ki, sabah problem yaşanmasın, belə deyil. Gəlin belə ümumi sual verim. Ümumiyyətlə, insanların ən çox etdiyi səhv nədir bu arıqlamaq istəyərkən bu mövzuda? Çünki siz demişkən, o qədər informasiya var, o qədər yeniliklər var, o qədər üsullar var ki, deyək ki, misal üçün mən özüm arıqlamaq istəyəndə biri
arıqlama çayları məsləhət edir, biri koveləri məsləhət edir, biri deyir ki, ümumiyyətlə su dietasına başla, biri deyir süd. Yəni ki, bu informasiyalar biz nə bilək ki, hansı yanlışdır, hansı doğrudur. Ümumiyyətlə siz bir nutrisiolog kimi bizə danışın başdan ki, bir insan əgər ümumiyyətlə niyə kökəlir? İnsan, məsəl üçün, mənim yediyim qida sizi kökəltməyə bilər və yaxud sizin yediyiniz qida məni bax, nədən başlayaq, bundan danışın bizə. İlk öncə ən böyük problem nədədir, onu deyəcəm ilk sualınız. Qısa vaxtda nəticə almaq istəyir çox insan və bir şeyi davamlı etmirlər. Hər nə olur olsun da, indi mən deməyəcəm ki, bu sağlam üsullardır. Bəli. Məsəl üçün interval qidalanma olsun və yaxud da monodiyet olsun və yaxud da keto olsun, fərqi yoxdur. İstənilən bir şey sizə nəticə verir, sağlam olmasa belə. Problem ondadır ki, bunu uzun müddətdə etmirlər. Yəni Bəli. davamlı olaraq etmədiklərinə görə, çox tez vaz keçdiklərinə görə nəticə olmur. Bu ayrı bir məsələ. İkinci bir məsələ isə nədən çəki alırıq? Çəki alırıq, yəni bu artıq bir qanundur da, bu rəqəmlərdir, bu riyaziyyatdır. Əgər biz kalori xərcləyiriksə və kalori alırıq, əgər aldığımız kaloridən az xərcləyiriksə, biz çəki alırıq. Yəni əgər kaloriyada profitsit varsa, yəni normaldan çox qəbul ediriksə ki, hər birimizin norması var da. Bəli. Müəyyən bir normada biz çəki veririk, müəyyən bir normada çəkimiz qalır, müəyyən bir normada çəki artır. Əgər biz o kalori artıqlaması ilə kalori alırıqsa və Bəli. çox xərcləmiriksə, çəki alırıq. Yəni bu nə hər hansı bir qidalardan irəli gəlir ki, ay məsəl çəkirəm, şəkər çəki aldırır, çörək çəki aldırır. Belə bir şey yoxdur. Yoxdur. Rəqəmlər var. Hər kəsin çəkisinə, boyuna, yaşına uyğun müəyyən bir enerji dəyərləri var. Biz yatan yerdə də enerji xərcləyirik, gəzən yerdə də enerji xərcləyirik, nəfəs alanda da enerji xərcləyirik. Bunlar hamısı hesablanır Bəli. və sizin gündəlik həyat tərzinizə uyğun, belə deyək, əgər məşq edirsinizsə, o hesablanır və ortalığa çıxır ki, siz bu qədər kalori yeməlisiniz, bu qədər zülal karbohidrat, yağ yeməlisiniz ki, çəki verəsiniz. Əgər ondan artıq yeyirsinizsə, çəki alırsınız. Və bax xanım, az öncə dediniz ki, insan düzdür, ümumiyyətlə belə bir şərtlər yoxdur da bunu ye, bunu yemə. İnsan hər şey qidalanmalıdır. Amma ki, bu deyir, aldığın enerji verdiyin enerjidən az olmalıdır. Düzdür? Yəni baxın, ya əgər biz çəki vermək istəmiriksə, tarazlıq yaranmalıdır. Verdiyimiz qədər almalıyıq. Əgər çəki vermək istəyiriksə, ya daha az almalıyıq, ya daha Bəli. çox verməliyik. Bəs yaxşı, belə bir sual çıxır ortaya. Niyə az öncə məsələn danışdıqlarımız, məsəl üçün deyək ki, bir xanımdır, gündəlik iş rejimində özünə çox az zaman ayırır və səhər durur, yəni klassik Azərbaycan ailələrində müəyyən qidalar var ki, biz onları yeyirik. Yəni qeyri-adi heç nə yoxdur. Söhbət indi avokadodan, söhbət indi sadaladıqlarımızdan getmir də. Gündəlik ailələrdə olan, rasionda olan qidalardan. Bu insan deyək ki, şirin çay içir, biraz pendir, biraz müəyyən qidalardan qidalanır, gedir işə. O hesablamağa zamanı yoxdur. Məsəl üçün illər öncə insanlar da bu qidalardan yeyirdilər, amma indikilər daha elə bir ki, çəkilirdilər, daha tez çəki alırlar. Deyirlər, məsəl üçün, ay mən kök deyiləm, mənim şişim var, amma illər öncəki insanlarda da bu qidalar var idi də, bunlardan qidalanırdılar. Nədir fərqlər? Həyat tərzimiz yoxsa texnologiyanın inkişafı nədir bu Birincisi, problem? hal-hazırda müəyyən triggerlər var ki, hansılar ki, hal-hazırdakı insanlar üçün çox önəmlidir. Lap əvvələ getsək, eradan əvvələ, əslində qida insan üçün əlçatmaz bir şeydir. İnsanlar ova gedirdilər, müəyyən bir şeylər, yəni enerji xərcləyirdilər ki, Ovlamaq indi bu üçün. dəqiqə mağazinə giririk, yüksək kalorili qidalar doludur. Yəni çox asanlıqla biz onları ala bilirik. Gözəl şəkildə təqdim olunur, dadlı təqdim olunur, reseptorlara təsir edir və s. Yəni bu dəqiqə hər şey əlçatandır. Bu ayrı bir məsələ. Bəli. İkinci bir məsələ isə siz dediyiniz əslində yenə də o zamanı ilə əlaqəlidir. Əvvəl insanlar səhər qəşəng yemək yeyirdilər ki, hal-hazırda məsəl üçün rayonda yaşayan insanlar necədirlər? Gedirlər səhər işləyirlər. Məsəl üçün mənim də tanışlarım var ki, Bəli. saat 5-də durur, bir dənə səhər yemək yeyir, bir də saat 5-də gəlir. Amma o səhər yeməyini bütün o gedir tarlada və s. xərcləyir. Yəni o enerjini verir. Verə bilir. Hal-hazırdakı insan televizoru belə pultla idarə edir. Hərəkət. Lift, maşın. Yəni biz hərəkətsizik. Hal-hazırdakı dövrün problemi ondadır. Ona görə biz əlavə aktivliyə ehtiyacımız var. Nəyə görə deyirik ki, ən azı heç olmayan 10.000 addımı gəzin ki, gün ərzindəki o, yəni demirəm önəmli bir şeydir, mütləq olmalıdır, amma kim ki aktiv deyil, ən azından bunu eləsin. Onu xərcləyə bilir. Amma səhər yeməyinə məsələn şirin çay yemək və s. də bu dediyiniz pendir, yağ çörək, Bəli. əmin olun ki, mən hal-hazırda uzun müddətli işləyirəm, yəni menyular yazıram və s. Çəki vermək üçün avokado yemək şərt deyil səhər. Deyil. Məsəl üçün çox sadə bir yumurta, pomidor belə yeyib, yanında yenə də çovdar çörəyi olsun və s. başqa bir şeylər yeyib, o çayı şirin içməyib, normal içib də işə gedə bilərsən. Yəni bu seçim məsələsidir. Əgər biz belə deyim, əgər gün ərzində o şirin çayı, o pendir çörəyi yandıra biləcək qədər enerji xərcləyirsənsə, yeyə bilərsən. Yox, əgər sənin həyatın passivdirsə, sən gəldin bu yeməyi yedin, oturdun, sonra da axşama qədər işdə.
gün ərzində də çay içirəm, deyəcəksən ki, normalda nə deyirəm, mən heç nə yemirəm. Soruşanda deyir ki, çayla bir dənə konfet götürdüm, bir dənə peçenya, bir dənə falan şey. Hesablayırıq, görürük ki, 2000 kalorini keçir də. Yəni normalda biz onun fərqində deyilik sadəcə ki, nə qədər yeyirik. O demək deyil ki, hesablamaq lazımdır. Yox, sadəcə olaraq yedilərimizin kalorisini bilmədiyimizə görə və gündəlik xərclərimiz də belə deyək, verdiyimiz gündəlik bizim hərəkətliyimiz də az olduğuna görə ona gətirir çıxardır ki, biz çəki alırıq. Misal üçün, indi bizi bir dinləyən xanım, deyək ki, bir evdar xanımdır və yaxud da ki, bir işgüzar xanımdır, bir fasilədə dinləyir bizi. Öz-özünə düşünər ki, mənim həvəsim var, onu oturum hesablayım və yaxud da ki, mən ona bir əlavə enerji xərcləyim. Axı mən açıram soyuducunu, bir alma götürürəm. Siz demişdin, gör doymur, keçir. Axırda görürük ki, günün sonunda elə yetərincə kalori qidalanıb, amma ki, az-az, güya ki, hissə-hissə yeyib, güya kökəltməyəcək. Yəni, bunun asan yolları var ki, bu insanlar bunu yeyəcək, kökəlməyəcək. Bu insanlar bunu yeyəndə onun orqanizminə çox da ziyan vurmayacaq. Var elə bir. Ən asan yolunu istəyirsinizsə məndən soruşmaq, yəni burada indi hər şey qoyuruq bir qırağa. Düzü mən düşünürəm ki, hər şey seçimlə əlaqəlidir. İnsan əgər sağlam həyat tərzini seçirsə, bunu artıq həyat tərzinə çevirməyi seçirsə, qısa müddətli nəticə istəmirsə, müəyyən bir şeylər öyrənməlidir. Əgər biz məsəl üçün hansı dilə başlayırıq, biz ingilis dilini axı başdan bilmirik, öyrənirik, vaxtımızı xərcləyirik, o artıq bizim üçün rahat bir şey çevrilir, dilimiz öyrəşir. Həmin şey də burada lazımdır. Yəni mən kalori hesablamanı niyə çox sevirəm? İlk başlarda kim başlayırsa, çünki o dediyiniz şeyi insan artıq hesabladıqca hansı ərzaqlarda, hansı qidalarda nə qədər kalori olduğunu bilir. Artıq hesablamağa ehtiyac qalmır. 3-4 ay hesablayır, sonra artıq baxır ki, aha, mən 100 qram, hal-hazırda mən 100 qram toyuq filəsi yedim, hal-hazırda mən 150 qram məsəl üçün makaron yedim, yanında da lifimi yedim. Artıq beynində avtomatik olaraq kalkulator hesablayır ki, mən görəsən bu gün aşdım o normanı yoxsa yox. Amma ümumi məsləhətlərimi istəsəz, çalışın ki, hər qidanın yanında mütləq şəkildə lif olsun. Tərəvəzlər olsun, lif olsun. Yəni boşqabınızın yarısı lif təşkil etməlidir. Nəyə görə? Buna nələr daxildir? Deyə bilən, belə deyək, açıq şəkildə desəm, yəni tərəvəzlər, yaşıl tərəvəzlər, kahı olsun, göyərti olsun, xiyar, pomidor, avokado ola bilər. Avokado yağ daha çox ağırlıqlıdır. Bildiyimiz lif tərkibli qidalar ola bilər. Xırçıltıyan, məsəl üçün markofdur, bibərdir. Nə xırçıltıyırsa, onun tərkibində lif çoxdur. Çalışın ki, boşqabınızın yarısı lifdən ibarət olsun. Çox olsa da olar, problem deyil. Yəni lifdən hələ çəki alan bir insan görməmişik. Çünki onun həzm prosesində başqa cür gedir onun həzm prosesi. Yəni digər qidalar kimi deyil. Və əlbəttə ki, hər qidada çalışın ki, zülal olsun mütləq şəkildə protein. Çünki onun da həzminə çox vaxt gedir, çox enerji, kalori sərf olunur. Bu ona gətirir çıxardır ki, siz gün ərzində daha tox olursunuz. Çünki lifdə mədədə şişir, zülalın həzmində də çox vaxt tələb olunur. Yəni bildiyimiz sadə karbohidratlar az olsa rasionunuzda, xüsusilə səhər tezdən çalışmayın ki, bir dənə bulka ilə, bir dənə çörəklə, bir dənə pirajki ilə başlayasınız səhər. Çünki o sizin bütün gününüzü təyin edəcək artıq. Karbohidratla başlamaq olmaz günə. Yox, olsun karbohidrat, amma mürəkkəb karbohidratların olmağı daha məsləhətlidir. Çünki onların həzm prosesinə daha çox vaxt gedir. Çünki sadə karbohidrat yeyəndən sonra əmin olun ki, 1 saat sonra acacaqsınız. Qanda şəkərin miqdarı artır. Yəni prosesə təsir edir, düzdür. Vəfa xanıma görə ümumiyyətlə ideal bədən anlayışı varmı, yoxsa bu fərdidir? Bu əslində çox yaralı bir mövzudur. Çünki hal-hazırda mən bəzən çox pis oluram. Marafonda da qızlar görürəm, belə normalda da qızlar görürəm. Qoşulurlar, baxıram ki, qarnında çox az yağ faizi var, amma o qədər kompleksli gəzir ki, mən bu qarnını necə əridəcəm? Baxıram normasına, görürəm ki, 1.68 boyda 53 kilodur. Bəli. Onsuz da kilosu azdır. Baxıram ki, həqiqətən orada belə bir şey yoxdur. Ola bilər ki, onurğa, kürək zəifliyi, məsələn, əzələ zəifliyindən irəli gələ bilər, qarın əzələlərinin zəifliyindən irəli gələn bir şeydir. Amma o qədər özünə kompleks edir. Çünki ideal standartlar var hal-hazırda. Gördüyümüz modellər var, blogerlər var, hansılar ki, Photoshop eləyirlər. Yəni, əslində olan real bədənləri deyil. Gözümlə gördüyüm şeylər var ki, deyir, məsəl üçün mənə bu dietol kömək elədi, amma mən bilirəm ki, o insan başqa bir şeylər vasitəsilə araqlayıb. Çox təəssüflər olaraq bunu deyirəm. Yəni bildiyim halda bunu deyirəm ki, çox məyus oluram qızlara ki, yəni doğrulardan uzağıq. Çoxları deyir ki, mənim selülitum var. Deyirəm ki, selülit normal bir şeydir. 99% qadında selülit var. Çünki o yağ təbəqəsində o olmalıdır. Kimdəsə daha çox belirtili ola bilər, kimdəsə daha az göstərə bilər. O qidalama ilə əlaqəli deyil. Yəni qadın sağlamdırsa onun selülit olmalıdır. Əgər qadın uşağı dünyaya gətirə biləcək bir haldadırsa, normal vəziyyət normaldırsa, az da olsa selülit olmalıdır. Sadəcə onu balansda saxlamaq lazımdır. Masajlarla, məşqlərlə, qidalanma ilə, bol su içməklə və s. bununla daha stabilləşdirmək olar. Kimdəsə daha çox görüntü ola bilər. O da deyirəm genetik faktorlar da ola bilər orada. Kimdəsə məsələn üçbucaq tipli armudvari fiquradır. Onun yağ deposu daha çox aşağıda toplanır. Ona görə də orada normal olaraq yağ hüceyrələri çox olduğundan selülit də daha çox belirtili olur.
Mən istəmirəm ki, heç bir xanım hal-hazırda özünü kimdənsə fərqləndirsin. Çünki hər birimiz individualıq. Heç kimin arıqlama prosesi eyni gedə bilməz. Kimdəsə sağlamlıq problemləri ola bilər, hormonal problemlər ola bilər. Gördüyünüz, yəni sosial şəbəkələrdə və yaxud yenə də deyirəm, modellər görürsüz, o görüntüdür sadəcə olaraq. Siz onların o vəziyyətdə olmaq üçün nə etdiklərinin xəbəriniz belə yoxdur da. Yəni o qədər kəskin, yəni bəlkə də görürsüz ki, bir çox modellər sistem altında gəzirlər, çünki yetərli qədər kalori qəbul etmirlər. Bu da Bəli. yəni sağlam olmaq, xoşbəxt olmaq istəyirsinizsə, sağlam həyat tərzini, sağlam yaşayışı həyat tərzinə çevirib krayniz deyirlər, yəni qırağa çıxmamalısınız normadan. Yəni özünüzü, beyninizi tamamilə bundan doldurmamalısınız. Bu sizin həyatınızın bir hissəsi olmalıdır. Məşqlərdən zövq almalısınız, yediyiniz yeməklərdən zövq almalısınız, ümumi prosesdən zövq almalısınız və yenə də deyirəm, yəni ancaq o halda o həyat tərzinə çevrilə bilir. Əks halda artıq maniya olur. Yəni asılılıq vəziyyətinə çevrilir ki, yox mən belə arıq olmalıyam, yox mənim qarnımda belə əzəllər olmalıdır. Ola bilər, amma o professional sportsmenlərə aiddir. Hansılar ki, bu işlə artıq yəni illərdir peşəkar məşğul olurlar. Baxın, deyirsə prosesdən həzz almaq. O mənim də başıma gəlib. Gedirsən zala, misal üçün, o qədər ideal bədən quruluşunda insanları görürsən, müəyyən qədər davamlılığı qoruyursan, sonra bir həyat tərzində və yaxud da bir işdə, nəsə bir problem yaşanda idmanı dayandırır insan və deyirsən ki, onsuz da məndə bu davamlı olmayacaq ki, onsuz da mən idmançı deyiləm. Müəyyən elə bir ki, öz qarşımıza maneələr qoyub dayandırırıq və yenə də fərqləndirmə. Fərqləndirmə. Hətta bilmirəm, bəlkə də siz də bilirsiniz, bu yaxınlarda bir son 1-2 il bundan öncə Barbie filmi haqqında bir film çəkildi. Onda da göstərdilər ki, əslində ideal bədəni göstərib insanların psixologiyasına təsir eləməklə onları həm motivasiyadan salırıq, həm qadınlarda özgüvən azalır. Əslində Barbie də kökələ bilərdi. O da ana olanda çəkisində fərq ola bilərdi. Hətta bir neçə məşhur markalar, brendlər belə öz geyimlərində böyük ölçülü, oversize deyirik də, yəni geniş ölçülü geyimləri artıq istehsala buraxdı ki, insanlarda bu kompleksdən depressiyadan nifrət yaranmasın ki, arıqlaya bilmir də. İnsandır, deyək ki, dietada pəhriz saxlayır, idmanla məşğul olur, arıqlaya bilmir. Hər bədən individualdır. Gəlin belə bir sual verim sizə. Ümumiyyətlə, bu arıqlama prosesində bu əlavə qidaların nə kimi köməyi var? Çünki hazırda o qədər bu marketinq o qədər yüksəkdir ki, onların belə güclü belə reklamları var ki, mütləq əlavə qida qəbul eləməlisən. Nədir bu problem? Yəni ilk öncə o fərqləndirmə temasını yenidən mən onu deyim. Ümumiyyətlə bizə uşaq vaxtından yeridir. Elə o Barbie kuklaların özündən. Qadın necə görünməlidir? İdeal bədən quruluşu. Barbie'nin özünü görürsüz də. O elə uşaq vaxtından bizə başlayır yeridilməyə və yenə də deyirəm, həm hal-hazırda bütün əlimizin altında da sosial şəbəkələr, YouTube, Instagram və s. və gördüyümüz o ideal dediyiniz bədənlərdə və s. Yenə deyirəm, orada fərqləndirmə duyğusu artıq yaranır deyə biz özümüzü müqayisə eləyirik ki, o elədi, mən beləyəm, mən onun kimi ola bilməyəcəm. Halbuki sizin yolunuz fərqlidir. Motivasiyadan düşür adam. Yəni mən həmişə deyirəm ki, özünüzü dünənki özünüzlə müqayisə eləyin. Başqa heç kimlə müqayisə eləməyin. Düzgüdəki sizlə. Baxın, görün 3 il bundan qabaqki sizlə, indiki siz eyni adamsınız yoxsa yox? Nə etmisiniz özünüz üçün? Hər gün əgər 1% dəyişiklik edirsinizsə, daha motivasiyalı idim indi. İndi sizin belə deyək, nəticənizdə demək ki, nəsə o deyil də, düzgün eləməmisiniz. Yaş faktorudur. Ola bilər. Yaş faktoruna və seçim faktorudur. Yenə də deyirəm, İnsan sabah kim olacağını bugün seçir, o da nə ilə? Vərdişləri ilə. Əgər biz hal-hazırda özümüzü kimləsə fərqləndirib motivasiyadan düşürüksə, demək ki, biz elə o prosesi motivasiya ilə başlamışıq. Dərrakəli şəkildə vərdişlərin formalaşsın və bu mənim həyat tərzimə çevrilsin deyə başlamamışıq. Artıq orada bir boşluq var. Kimsə dedi deyə arıqlayıram. Hal-hazırda arıq olmaq trenddir deyə arıqlayıram. Yoldaşım məni belə bəyənmir deyə arıqlayıram. Rəfiqəm dedi köksən deyə arıqlayıram, amma özünüz buna gəlməmisiniz. Bu qıraqdan gələn motivasiyalar, hər hansı bir motivasiya videoları və s. qısa müddətli motivasiya nəticəsində yaranan bir belə deyək, ilk addımdır və o yarımçıq qalır ona görə. Gələk qida vərdişlərinə, qida əlavələrinə. Qida əlavələri yəqin vitaminləri nəzərdə tutursunuz, yoxsa vitaminlər var, proteinlər var, müəyyən insan idmanla məşğulunda görürsən ki, nə bilim suya qatırlar, içirlər. Mən həmişə elə bilirdim ki, onlar ziyandır, amma bu belə deyil. Yox, baxın, onda belə çıxır ki, bizim mağazindən aldığımız yumurtalar da ziyandır. Çünki onların hər biri təbii produktlardan
yumurtadan hazırlanır. Sadəcə toz şəklinə çevrilir və həzmə daha rahat şəkil üçün hazırlanır belə ki. Yəni biz biri var ki 6 dənə yumurtanı birdən yeyək, biri var ki o protein tozunu qarışdıraq içək. O formada. Yəni çox təhlükəsiz şəkildə məşqdən sonra həftədə 3 dəfə, 4 dəfə istifadə edə bilərlər. Heç bir problem yoxdur. Arıqlayanlar üçün də xüsusi olaraq izolə olunmuş proteinə məsləhət görürəm. Belə amma vitaminlərdən danışaq. Vitaminləri mən məsləhət görmürəm ki, analizsiz kimsə tövsiyə etsin və desin ki, mütləq bunu içməlisən. Bir paçka vitamin. Ki, o qida əlavələri, yəni ki, həkim nəzarəti olmadan da həkim nəzarəti elə yenə də yox. deyirəm, vitamin elə bir şeydir ki, onun çoxluğu gəlib müəyyən bir fəsadlara gətirib çıxarda bilər bədəndə. İstənilən bir şey olur. Yəni bilirsiniz ki, istənilən bir şeyin çox olması artıq normaldan, yəni hər şey normasında olmalıdır. Normalını aşırsa artıq hardasa bir özünü göstərəcək də o. İstənilən vitamin olsun. Yəni maqneziumdan tutmuş, foliv asidə qədər, B kompleks və s. bunların dəmirin özü, feritin məsəl üçün bunların hamısı analizlərdən sonra D3 çox apaslıdır. Elə onu deyəcəkdim ki, bir ara başlayırsan arıqlamağa, sonra biri sənə sual verir ki, sən D vitamini qəbul edirsən. Mən də yoxlamısan, sual aparır səni ki, bəs mən o boyda pəhri saxladım, idman. Deyirsən ki, yox, bəs niyə qəbul eləmədin? Sən bilmirsən ki, sənin arıqlamağına D vitamini də kömək edir. Başlayır o kömək edir. O halda ki, baxın, siz yenə deyirəm, zifcitiniz var. Belə içə bilərsiniz, amma mən məsləhət görmürəm ki, analizsiz, həkim nəzarətsiz onları içəsiz. Yəni mən öz qızlarıma da, marafon qızlarıma da yazırlar ki, mən falan şey içə bilərəm, deyirəm analiz vermisiniz, gəlin baxım analizlərinizi ona uyğun. Düzdür, bəzi vitaminlər var ki, məsəl üçün okey, onları deyirəm ki, kimdəsə gərginlik var, yuxu rejimində problem var. Məsəl üçün maqnit sitratı deyirəm ki, problem yoxdur üçün, əgər yuxu rejimimizdə problem varsa, yəni kurs olaraq 1 ay için dayandırın və s. Amma yenə də deyirəm, analiz mütləq lazımdır. Əslində çox geniş mövzudur. Çox geniş mövzudur. Kənardan deyir, yəni yeməyi azalt və yaxud da ki, biraz defisit elə kalorilərdə arıqlayacaqsan. Yox, burada yuxunun da öz yeri var. Əlbəttə ki, bəli. Öz yeri var. Mən həmişə deyirəm ki, əgər arıqlamaq istəyirsinizsə, birinci yuxu rejiminizdən başlayın. Çünki sizin beyninizin normal funksional vəziyyətinizin yaxşı işləməsi üçün birinci yuxunuz normada olmalıdır. Gecə yatmamısınızsa səhər siz avtomatik olaraq şirniyyata çəkəcək, daha çox yeməyə çəkəcək. Müəyyən hormonlar, kortizol hormonu qalxır. Qeyri-stabil vəziyyətdə dururuq, stres faktorumuz kəlləçarx olur. Çox şey yeməyə çalışırıq. Xüsusilə də yatmayan analara deyirəm mən üçün normaldır. Sənin çox yeməyin normaldır, tez-tez yemək istəməyin normaldır. Çünki yuxu rejimi normaldır. Ancaq gecə yuxusundan söhbət gedir. Gecə yuxusundan söhbət gedir, bəli. Müəyyən saatlarda yatılmalıdır. Vəfa xanım, bir dinləyicimizin sualı var. Gəlin onu səsləndirək. Omega əlavəsini istifadə etmək istəyirəm. Zəhmət olmasa deyə bilərsiniz. Gündəlik hansı dozada qəbul etmək məsləhətdir? Əvvəlcədən təşəkkür edirəm. Omega 3-dən söhbət gedirsə, təxmini deyirəm 1000-2000 mq hardasa götürsək daha yaxşı olar. Aha, nə gözəl. Deməli belə bir sual var sizə. İnsan motivasiyadan düşür. Çox hallarda olur ki, idman edirsən, pəhriz saxlayırsan, müəyyən qədər bu gündəlik vərdişdə olan qidalardan uzaq olursan. Təbii ki, bu şirniyyatdır, təbii ki, bu energetik içkilərdir. Motivasiyadan düşəndə biz nə edək? Nə ilə əvəz eləyə bilərik onları ki, müəyyən qədər özümüzə təskinlik verək ki, deyək ki, bugün şokolad yeməmişik. Düzdür, indi orada da var da kakaosu tərkibi daha tünd olan şokoladlar icazəsi var, amma biz bəzən südlü şokolad, içində əlavələri olan şokoladlar sevirik. Onları biz nə ilə əvəz eləyə bilərik ki, bədənimiz bizdən küsməsin? Mən sizə desəm ki, əvəz eləməyə ehtiyacı yoxdur. Yoxdur. Xeyr. Baxın, problem də ondadır da. Dinləyicilər sevinir bu da. Bəli, çünki yenə də deyirəm, burada bizim fiziki sağlamlığımızdan əlavə psixoloji sağlamlığımız da çox önəmlidir. Çünki biz hər şeydən özümüzü məhrum etsək, qısıtlama rejiminə keçsək, əmin olun ki, bir gün orqanizm sizdən o bir dənə balaca südlü şokoladı, bir dənə yox, 10 dənə istəyəcək. Olub. Gün ərzində siz onu elə balanslaşdırmalısınız ki, niyə görə deyirəm ki, baxın, kalori hesabatı yenə də. Çünki siz nə qədər kalori yeyəcəyinizi bilsəz, hesablama aparsa, siz gündəlik qida rejiminizin içinə şirniyyat da sala bilərsiniz. Dediyimiz o zərərli qidalardan da sala bilərsiniz. Çünki ümumilikdə heç bir qida sizi çəki alma rejiminə gətirib çıxartmır. Ancaq onların aşırı çox olması gətirib ona çıxardır. Gündəlik qidanızın 70%, 80 hətta deyə, 70 deyə baxır da, 70% uslovunu götürək, 70% sağlam qidalardan olsa, sağlam dediyim təmiz qidalar, 30% isə qarışıq mağazin produktları ola bilər. Əmin olun ki, bu sizin çəki almanıza heç bir maneə törətməyəcək. Çoxları düz elə düşünür, amma elə deyil. Gəlin də biraz danışaq sizin öz peşənizi, sevdiyiniz işi
biznesə çevirməkdən. Necə oldu ki, və ümumiyyətlə pulu necə qazandınız? İlk qazandığınız yəni bu sahədə nə zaman oldu? Nə qədər müddət çəkdi? Çünki bu sual mənə heç kimi elə bizim əsas sualımız budur da. Ümumiyyətlə biznes quran xanımlar, öz peşəsini biznesə çevirən, hobbisini biznesə çevirən xanımlardır bizdə əsas qonaqlar və çox maraqlıdır ki, o sizə hansı enerjini vermişdi ki və yaxud da sizi motivasiya elədi ki, bu günə kimi də hələ də sevilirsiniz. Belə deyim, mən 18 yaşımdan etibarən işləyirəm və fərqli bizneslərim olub. Fərqli şeylərlə məşğul olmuşam. Fitnesslə əlaqəli olmayan, sadəcə olaraq burada siz məni ən çox sevindirən bir şey var idi ki, mən kiməsə kömək edə bildim. Öz üzərimdə yaşadığım o hissi kiməsə verə biləcəm. Onun da həyatı dəyişəcək. O da daha yaxşıya doğru dəyişəcək fikri ilə başladım bu işə əslində. Fikrim başqa bir şey idi. Yəni mən buradan qazanc güdmürdüm. Belə başlamışdım yavaş-yavaş məşqləri keçməyə. İlk tələbəm anam idi. Ay, nə gözəl. Bəli. Gördüm ki, anamda nəticə verir, digər bir qızda nəticə verir. Dedim, demək ki, mən bu işi bacarıram və həmin anda da zövq alıram o prosesdən. Çünki görürəm ki, kontrol altında saxlaya bilirəm insanı, motivasiya verə bilirəm. Bu məndə yaxşı alınır. Və zamanla artıq ilk gəlirim, bilmirəm hansı müştəri olmuşdu, amma yəni artıq konkret bir qiymət demişim, çox simvolik bir qiymət idi. Yoxladım, gördüm, çox da yaxşı alınır və zamanla yəni neçə il işlədim mən bu sahə üzrə, belə deyək də 4 il yana qədər idi. Sonra ailə qurdum. Ailə qurandan sonra qızım anadan olma sonra pandemiya başladı. Pandemiya dönəmində onlayn proyektlər belə çox məşhurlaşmışdı və onlayn proyektlərə başladım və çox maraqlı oldu ki, çoxumuz evdə idik deyə, hamıya maraqlı gəldik. Evdə nə edəcəyik? Məşq eləyək məsəl üçün. Məşq eləyək. Belə mənim onlayn layihələrim böyüməyə başladı. Belə mənə də maraqlı gəldi, özümə də xoşuma gəldi. Yəni normalda həmişə canlı məşq keçən insan idim, sevirdim bunu. Bunu onlayn formata keçirdim və demək olar ki, heç bir fərqi yoxdur. Bütün videolarımda əvvəldən sona qədər məşq edirəm və qızlar onu izləyib belə də yerinə yetirirlər. Hal-hazırda mənim üçün çox xoşdur ki, bir çox xanımlara ilham oluram. Yəni onların dediyi sözlə deyirəm sizə, yəni belə təvazökarlıqdan uzaq özləri deyirlər ki, yəni belə oldu, həyatım belə dəyişdi. Çox sayılı olub ki, məsəl üçün marafona qoşulandan sonra istədiyi çəkiyə düşüb, həkim nəzarəti altında həkim demişdi ki, müəyyən çəkiyə düşsən ana ola biləcəksən. Ana olanlar olub, depressiyadan qurtulanlar olub. Eləsi var ki, məsəl üçün də ailə problemləri olub. Özü artıq yenə deyirəm, orada qarşı tərəfdən söhbət getmir. Özünə qarşı düşüncəsi dəyişibdi ya, başqa bir insana çevrilib. Çünki mən həmişə deyirəm ki, baxın, seçimləriniz sabahki sizi yaradır. Sabahki başqa bir insan olub deyə artıq avtomatik olaraq onun bütün hər şeyinə təsir edib. Həm ailə həyatına, həm dost həyatına, həm karyerasına və s. Yəni həqiqətən insan özü ilə məşğul olsa və seçimlərinə daha diqqətlə yanaşsa, vərdişlərini düzgün formalaşdırsa, sabah başqa bir insana çevrilə bilər. Tamam. Nə gözəl. Baxın, belə bir sual verim. Dediniz ki, ilk təcrübəni anam üzərində etdim. Çətin deyildi. Çünki bizim analarımız, valideynlərimiz orta Allah onların canını sağ eləsin. Hamısı bizim hər zaman başımızın tacıdır. Onlar bizim yəni ki, orta yaşın nümayəndələridir. Onlara elə bil ki, biraz hər şey bizim qədər rahat şəkildə onlara yəni həzm etdirə bilmirsən də, ana bunu yemə, çörək yemə. Necə yəni mən çörəksiz qalsam ürəyim partlayır. Belə şey. Yəni bu ananızda necə hansı zaman kəsiyində o tez reaksiya verdi bədəndə və o sağlam həyat tərzinə çevirib artıq sizin dediklərinizi? Yox, deyə bilmərəm ki, hazırda sağlam həyat tərzinə çevirib. Çünki yenə də deyirəm, mən məsləhət verə bilərəm, amma hər kəsin öz seçimləri var da. İndi bəzən olurdu ki, ümumiyyətcə ətdən imtina eləyirdi. Bir müddət vegetarian idi, sonra vegan oldu. Yəni o öz seçimləridir. Yəni onun öz həyat tərzinə uyğunlaşdırıb da. Yəni o elə sevir deyə mən ona artıq qarışa bilmirəm, amma əlbəttə ki, anlayışı var, artıq bilir ki, nə etmək lazım deyil, amma yəni müəyyən qədər biz təsir eləyə bilirik onların həyatına, amma tamamilə onu ələ ala bilmərik, çünki onların da öz seçimləri var da, belə deyək. Siz ümumiyyətlə vegetarianlığa necə baxırsınız? Bu mənim özüm bu haqda məncə heç bir şey deməsəm daha yaxşı olar. Çünki yenə də deyirəm, çünki deyirlər ki, ət lazımdır, zülaldır, yəni o insanın həyatını dəyişir. Düzdür, müəyyən yerlərdə deyilir ki, insanı qocaldır. Yəni sizin öz şəxsi fikriniz nədir bu haqda? Mən düşünmürəm ki, ət insanı qocaldır. Yəni bu yenə də deyirəm, daha dərin bir mövzudur. Elmi əsaslarla bunu danışmaq lazımdır. Deyə bilmərəm ki, bu mövzuda çox böyük anlayışım var, çünki araşdırmamışam veganlığı, vegetarianlığı, amma bilirəm ki, orada müəyyən vitaminlərdə profitsit olacaq.
proset deyirəm, defitsit olacaq. Yəni Bəli. ola bilər ki, dəmir azlığı olsun. Mən normalda məsəl üçün özümdən bilirəm ki, hər insanın bədəni fərqlidir. Mənim bədənim balığı daha yaxşı həzm edir, toyuq məhsullarında. Mən məsəl üçün mal ətini, qoyun ətini yaxşı həzm edə bilmirəm. Hər kəs üçün bu fərqli ola bilər. Amma vegan, vegetarianlıq daha başqa seçimlərlə əlaqəli bir şeydir deyə bunu sırf sağlamlıq cəhətdən məncə danışmaq düzgün deyil də, o daha başqa bir yöndə bir şeydir. Ola İndi bilər, veganı qəbul eləmək olar, amma vegetarianlığı biraz yəni onlar Çətin. əvəz edə bilirlər, amma Aha. deyə bilmərəm ki, tam-tamına nəyisə əvəz etmək olar da. Yəni bədənin buna ehtiyacı var. Yenə də deyirəm, lap uzun min illər bundan qabağa getsək, ilk insanın enerji üçün yediyi şey ət olub. bəli. Yəni onun üçün ova çıxıblar. Belə. Belə bir sual verəcəm. Bu hamının ürəyində gizli bir sualdır. Bilmirəm onu cavablayacaqsınız yoxsa yox. Var elə bir qidalar ki, onu yeyəndə mütləq arıqlayırıq. Yox, bu müftə elə bir şey yoxdur. Yoxdur elə bir şey. Təəssüflər olsun ki, mən təəssüflər olsun ki deyim, yoxsa nə yaxşı ki deyim. Var yazırlar məsəl üçün ki, mən səhərlər bunu içsəm çəki alaram, yaxud çəki verərəm. Elə bir qida yoxdur. Nə sizə çəki aldıracaq bir qida yoxdur, nə sizə çəki verdirəcək bir qida yoxdur. Hər şey porsiyalardan asılıdır. Onların çox olmağından və yaxud az olmağından. İstənilən bir qidanı yeyib həm çəki verə bilərsiniz, həm çəki ala bilərsiniz. Yaxşı, daima formada və sağlam qalmaq üçün qızıl qaydalar nələrdir? Daim formada qalmaq üçün qızıl Bəli. qaydalar. İlk öncə dediyim kimi həyat tərzinə çevirmək. Həyat tərzini çevirmək o deməkdir ki, qısa müddətli tez effekt verən ziddlərdən uzaq olmalısınız. Yəni uzun müddət nəticəsini göstərən sağlam həyat tərzi dediyimiz nədir? Hər şeydən yeyə bilərik. Özümüzü kəskin şəkildə hər şeydən məhrum etmirik, kiçik bir defitsit yaradırıq və həyatımız boyu belə qidalanırıq. İstənilən bir qidaya özünüzə sual verin. Hazır mən bu formada qidalanıram. Mən həyatım boyu belə qidalana bilərəm yoxsa yox? Əgər cavab yoxdursa, deməli bu sizin həyat tərzinizə uyğun deyil və siz onun sağlam həyat tərzi şəklinə sala bilməzsiniz. Amma rəngarəng insan qidalandıqda, hər şey yedikdə və bunu normadan aşmadığı təqdirdə bunu həyat tərzinə çevirə bilər və əlbəttə ki, aktivlik. Daha öncə sual verdiniz ki, motivasiya olmasa nə edək? Bəli. Mən motivasiya olmayanda belə məşqə gedirəm. Çünki mən bilirəm ki, getməməyim mənə daha pis təsir edəcək, nəinki getməyim. Yəni həmin günü mənasız bir gün keçirəcəm, özümü yaxşı hiss etməyəcəm. Ona görə ki, yox ki, nəsə bir günahkarlıq hissi var. Sadəcə mən bilirəm ki, mən ora gedəndə özümü daha yaxşı hiss edirəm. Yəni bunu gözəl bədən quruluşundan qırağa qoyaq. Bu ümumən bizə yaxşı təsir eləyir. Beyin funksiyalarımız olsun, xoşbəxtlik hormonları olsun. Qan dövranı. Yəni hər bir şey çox yaxşı təsir etdiyinə görə avtomatik olaraq mən bilirəm ki, mən həyatımı fiziki aksilik olmadan təsəvvür etmirəm. Yaxşı olsam belə, pis olsam belə, pis olsam dediyim, yəni kefimin olmaması, motivasiya olması deyil. Xəstə olsam əlbəttə getməyəcəm. Bəli. Özümü öldürəsi deyiləm ki, amma həmin günü kefsizəm. Xəstə olanda da Həmin günü insanlar kefsizəm. Özümə nə deyirəm məsəl üçün, Vəfa, get bir dənə sport paltarı geyin, elə belə gedərsən, Beqavoyda gəzərsən, 10 dəqiqə vəsə. Məsəl üçün özümə belə deyirəm, amma hazırlaşıram, gedirəm tamamilə məşqimi necə planlamamışdımsa, ondan da daha yaxşı eləyirəm, gəlirəm. Yəqin ki, özünüz də görürsünüz ki, son illərdə fitness məşqçilər, pəhriz qidaları ilə insanların həyatına bir necə deyim sizə, bir yol açan insanlar var. Hədsiz dərəcədə çoxdular. Vəfa xanım, Vafi Fit necə olur fərqlənir və dayanıqlıdır və bu qədər sevilir və o necə deyim, biznesi hələ də, yəni yetərincə yerindədir və bu qədər marafonunuza qoşulacaq xanımlar var. Nə edirsiniz? Sir deyilsə. Mən bir dənə düşünüm nə edirəm qeyri-adi. Yəni birincisi mən bloqumda çalışıram ki, yalan məlumatlar paylaşmayım. Açıq-aydın deyəcəm. Çünki hal-hazırda gördüyümüz rahat şəkildə deyə bilərəm bunu. 80% gördüyünüz məlumatlar hər biri yalan məlumatlardır. Hər biri izləyici kütləsi yığmaq üçün like, save xətrinə paylaşılan şeylərdir. Belə deyə Bu bilərsiniz. 3 hərəkəti et, qarnın əriyəcək. Bu 3 qida səni belə edəcək. Buna səhər başlasan, günə 5 kilo gedəcək və s. kimi videolardan uzaq olmaq lazım. Yəni nə ki sizə bu necə deyim, o sizin istədiyiniz ki şey var, qısa müddət. Onu sizə vəd verən bir şey görürsə, avtomatik olaraq scroll edin. Mənim fərqim ondadır ki, mən indiyənə qədər miflər haqqında çox danışmışam. Yalanlar haqqında çox danışmışam və əlavə olaraq da məşq videoları paylaşanda da mən heç vaxt heç bir videonun altında deməmişəm ki, bu hərəkəti et və sənin qarnın əriyəcək. Mən demişəm ki, bu hərəkəti etsən, qarın əzələlərin möhkəmlənəcək və paralel olaraq da bilməlisən ki, qidan belə-belə olsa, bunun üçün bu lazımdır. Və yenə də deyirəm, əlbəttə ki, marafona qoşulan insanlar, mən həmişə deyirəm ki, insanlar
dəstək axtarırlar, sevgi axtarırlar, onları anlayan bir insan axtarırlar. Bizdə marafonda, yəni mən təkcə məşq və qida planı vermirəm. Bizdə orada o qədər ətraflı. Mən həmişə deyirəm ki, bizim marafonu bitirən adam gedib rahat dietoloq işləyə bilər və yaxud gedib rahat marafon təşkil edə bilər. Çünki mən məktəb kimi bunu keçirəm. Başa salıram olaraq ki, deyirəm ki, nə sabah mənə ehtiyacınız olmasın, nə də başqa bir dietoloqa. Müstəqil olaraq çoxsu qoşulurlar, deyir, xan mən bilirəm nə edəcəm, bunu belə hesablayacağam, bunu belə hesablayacağam. Sadəcə məşqlərə görə təkər-təkər qoşulurlar, çox bəyənirlər ona görə. Baxın, indi bizi dinləyən dinləyicilər bilmək istəyirlər. Vafi Fitdə marafona qoşulmaq üçün nələr lazımdır? Orada nələr olur, nələr baş verir? Bizə qısa olaraq deyin ki, ola bilər ki, kiminsə həyatına toxuna bilər yaxşı mənada. Marafona qoşulmaq üçün heç nə, sizin belə deyək, ilk addımınız lazımdır. Sonra biz sizə aparacağıq. Dediyim kimi məndə mentor xanım var, Aydan xanım. Buradan ona salam və təşəkkür edirəm. Çünki bizim marafonun əsas indi biz faydadan əlavə əlbəttə ki, dediyim kimi sevgi, xidmət, bunların hər birini verməliyik. O daim qızlarımızın yanındadır. Çünki mən bilirəm ki, nə qədər də insan hər hansı bir layihəyə başlasın, nəticə alacaq olsa belə mütləq onun dəstəyə ehtiyacı var. Yaxşı olacaq, eyb yoxdur. Çünki hər kəsə nəticə fərqli ola bilər. Kimsə bir həftə 3 kilo verə bilər, kimsə bir həftə 1 kilo verə bilər, kimsə aya 10 kilo verə bilər. Həm onların yanında həm motivasiya verir, həm dəstəyi olur, həm də ki, əlbəttə ki, bizim marafonumuz çox effektiv olduğuna görə və onlar hər şey yeyə bildiklərinə görə demək olar ki, özlərini çox rahat hiss edirlər. Belə ola bilərmiş yəni. Yəni mən hər şey yeyərək, bu qədər yeyərək çəki verə bilərdim. Mən niyə indi nə qədər bunu etməmişəm? Bunu bildiklərinə görə təkər-təkər qoşulurlar, rəfiqələrinə məsləhət görürlər və s. Bir də belə bir şey var. Deyək ki, bir insanın boyu 1.55-dir. O 55 çəkidə olmalıdır ki. Yox, elə bir şey yoxdur. O hesablama necə olur? Deyəcəm mən sizə. Heç vaxt mənim ən sevmədiyim mövzudur bu. Məsələn, kimsə gəlir deyir ki, mən hal-hazırda filan kilodayam. Mənim kilom budur. Tamam. Amma geyimin altındakı dəri keyfiyyəti, bədən quruluşu çox önəmlidir. 2 insan götürə bilərik, 2 xanım götürə bilərik. Hər birinin kilosu 55 kilodur, eyni boydadılar, eyni yaşdadılar. Amma ikisi fərqli görünə bilər. Sizcə nə ilə əlaqəlidir? Nədən əlaqəlidir? Əzələ prosentinin çox olması. Kimsə məşq edir, sağlam qidalanır, yetər qədər zülal qəbul edir. İdmanla məşğul olmayan insan, sözünüzü kəsirəm. Əzələ faizi yüksək ola bilər. İdmanla məşğul deyil, amma çünki illər keçdikcə faiz nisbəti azalır. İllər keçdikcə biz əzələ itiririk. Xüsusilə 60 yaşından sonra kəskin azalmağa başlayır. Kəskin azalır. 2 xanım götürsək, biri nəzərə kütləsi aşağıdır, digərinki ona nisbətən daha yuxarıdır. İkisi də 55 kilodur. Amma əzələ kütləsi daha çox olanın yağ faizi az olduğuna görə və əzələ kütləsi çox olduğuna görə görüntü tamamilə fərqli olacaq. Və yaxud da yenə deyirəm, 55 kilo arıq ola bilər, 58 kilo 55-ə nisbətən daha arıq görünə bilər. Və bax xanım, o qədər danışmaq istəyirəm. Çox xoşuma gələn mövzudur. Həm mənim, həm dinləyicilərin, həm elə bizim kollektivin də. Biz sizə gəldiyiniz üçün təşəkkür edirik. Zamanımız necə gəldi, bitdi, bilmədik. Çox sağ olun. Biz sizə gəldiyiniz üçün təşəkkür edirik. Yeni planlarınız var, bilirəm. Danışa bilmədik ki, yeni bir layihələrə qoşulmusunuz. Sizə uğurlar arzu edirik. İnşallah yenidən görüşmək qismət olsa, bizə son sözünüz və verilişimizi yekunlaşdıraq. Son sözüm xanımlara, yoxsa sizə ümumən? Hamıya. Hər gün 1% daha yaxşı olmağa çalışın. Yəni, bu sizin həyatınızda dəyişəcək. 1% az olmaq yerinə 1% daha yaxşı olsanız, əmin olun ki, bir ildən sonra özünüzü tanımayacaqsınız. Nə gözəl söz idi. İlk dəfə də eşidirdim bunu sizdən. Təşəkkür edirik. Çox sağ olun. Qeyd eləyək ki, bugünkü qonağımız fitness məşqçisi, nutrisioloq Vəfa Şeydayeva idi. Əziz dinləyicilər, unutmayın ki, sağlam həyat tərzi sadəcə seçim deyil. Bu, həyat fəlsəfəsidir. Özünüzə dəyər verin. Sizinlə mən idim Gülər İlxan qızı. Hələlik.